İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana bu ay baş tutacaq səfərindən gözləntilər çoxdur. Bu dövrlər Azərbaycanla İran arasında yaşanan gərginliyin aradan qaldırılması üçün addımlar atılır. Bu proses helikopter qəzasında vəfat edən İranın sabiq prezidenti İbrahim Rəisinin hakimiyyətinin son dövrlərindən başlayır. Bu sözləri Teleqrafa Azərbaycanın sabiq Xarici İşlər Naziri politoloq Tofiq Zülfiqarov İran prezidentinin Bakıya gözlənilən səfərini şərh eləyərkən deyib. Xarici qüvvələrin təsiri ilə İranın daxilindəki dairələr Azərbaycanla münasibətləri pozmağa çalışırdı. Yaxşı ki, İrandakı sağlam qüvvələr prosesin qarşısını aldı. Pezeşkiyanın səfəri də böhranın aradan qaldırılmasına xidmət eləyəcək deyə Tofiq Zülfiqarov qeyd eləyib. Sabiq nazir həmçinin səfər çərçivəsində Zəngəzur dəhlizinin də gündəlikdə olacağını bildirib. Dəhliz İran üçün əlavə iqtisadi imkanlar yarada bilər. Uzun müddət İranın iqtisadi maraqlarına xidmət edəcək layihəyə qarşı çıxması məntiqli deyil. Bu, eyni zamanda Azərbaycan-İran münasibətlərinə müsbət təsir eləyəcək. Hər iki tərəf əlavə dividendlər əldə eləyəcək deyə sabiq nazir bildirib.